Şəhid övladları üçün gənclik düşərgəsi təşkil olunub. Məqsəd gənclərin intellektual, sosial və şəxsi inkişafına dəstək olmaq, onların yaradıcılıq və komanda ilə işləmə bacarıqlarını gücləndirməkdir. Düşərgədə olduqları 5 gün müddətində onlar üçün Heydər Əliyev və Azərbaycan Gəncliyi adlı sənədli film nümayiş olunub. Komanda quruculuğu mövzusunda interaktiv oyunlar təşkil edilib. Müxtəlif mövzularda təlimlər, startap anlayışı və təqdimat bacarıqları üzrə sessiyalar keçirilib. Komandalar tərəfindən hazırlanan layihələr qiymətləndirilib və qaliblər mükafatlandırılıb. Məqsəd bizim şəhidlərimizin övladlarının bir araya gəlməsi, yeni texnoloji həlləri mənimsəməsi, yeni biliklərin qazanması, hansı ki o biliklər onların gələcək karyeralarında, onların dünya görüşünün formalaşmasına öz müsbət töhfəsini verəcək. Düşərgələrin hər biri yadda qalan olubdur. Maraqlı anlar, müxtəlif xatirələrimiz olub. Həmçinin intellektual marafonlarda da iştirak edib müəyyən yerlər tutmuşuq, hədiyyələr qazanmışıq. İdman oyunları və sair kimi tədbirlər çox yaxşı oldu, xoşuma gəldi. İnşallah ki, belə tədbirlər davamlı olar, düşərgə davamlı olar. Yeni dostlar, tanışlar tapdım. Çox mehriban kollektivlərlə tanış oldum.